Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden kesiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yarda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alemine inneke hamidun mecid. Allah subhanahu ve taala ad ve sıfatlarında olan derslerimiz devam edir. El-Kavaidul Musle fi Esmaillahi Teala ve Esmaihil Husna. Kavaidul Musle fi Sıfatillahi Teala ve Esmaihil Husna adlı kitabında olan derslerimiz devam edir. Bugünkü dersimiz de Allah subhanahu ve taala sıfatları barəsindədir. El-Qaidetur Rabi'a sıfatlarda olan 4-cü qayda. Belədir ki, Es-Sıfat-ı Subutiyyə, Sıfat-ı Mədh-ü Kəmal. Buna əvvəl də, yəni əvvəlki dərsimizdə nə idi? Allah subhanahu wa ta'ala da iki sifət özümüzə bildirməliyik ki, Allah subhanahu wa ta'ala sifətləri iki qismə bölünür. İsbati sifətlər və inkari sifətlər. Bunu bilir ki, isbati sifəti Allah Taala'nın özünə və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin səhih hədislərində Allah Taala'nın özündə isbat etdiyi sifətlər, subuti sifətlər adlanır. Bir də var ki, inkari sifətlər. Orada həm Allah Taala'nın özündən, həm də Rasulun sallallahu aleyhi və səlləm səhih hədislərində Allah Taala'nın inkar etdiyi sifətlər sayılır. Subuti sifətlər inkari sifətlər nisbətdə daha çoxdur. Yəni başa düşdünüz də? Çünki Allah subhanahu wa ta'ala daima insanları öz adlarından bəhs edir və öz sifətlərindən vəsf edir, özünü vəsf edir və bəhs edir insanlara. O zaman ki deyək Allah subhanahu wa ta'ala barəsində naqisi bildirdikdə, ehtiyac olduqda Allah Taala inkari sifətləri ortaya qoyur. Aydın ki, özündən müəyyən sifətləri, hansı ki onu özlərinə şamil etmişlər, onu özündən inkar edir. Aydındır. Buna deyirlər ki, Es-Sıfat-ı Subut, Sıfat-ı Mədh və Kəmal. Və kulləmə kəsrət və tənəvvəət dilalətiyyə zahirə min kəmalil mevsufu bihə mə huvə əksər. Aydındır. Bugünkü mövzumun qayda budur ki, sübuti sifətlər tərifi və kamilliyi bildirir. Sübuti sifətlər tərifi, Allah Taala barəsində tərifi və kamilliyi bildirir. Onların mənaları nə qədər çox və müxtəlif olarsa, vəsf olunan Allahın kamilliyin bir o qədər də artırır. Qaydamız budur. Yəni sübuti sifətlər Allah Taala'yı tərifləyir və Allah Taala'nın kamilliyin bildirir. Onların mənaları nə qədər çox və növləri nə qədər artıq olarsa, bu vəsf olunan Allahın daha kamil olduğunu bildirir. Aydındır. وَلِهَذَا كَانَ الصِّفَاتِ الصُّبُوتِيَّةِ الَّتِي أَخْبَرَ اللّٰهُ عَنْ نَفْسِهِ أَكْثَرُ بِكَثِيرٍ مِنَ الصِّفَاتِ السَّلْبِيَّةِ كَمَا هُوَ مَعْلُومٌ. Bizə məlumdur ki, Allah subhanahu wa ta'ala'nın özünü vəsf etdiyi sübuti sifətlər özündən inkar etdiyi o səlbi sifətlərdən daha çoxdur. Əvvəl dediyim kimi, ehtiyac olmadıqda Allah Taala özündən müəyyən sifətləri inkar etmir. Amma ki, ümumiyyət daha çox Allah Taala özünün gözəl adlarından və sifətlərindən vəsf edir. Və əmmə sifət-i səlbiyyə fələm yəzkur əqalibən illə fi əhvalit təliyyə. Bununla bizə bəlli olur ki, deyir, Allah subhanahu wa ta'ala inkari sifətləri bir aşağıda sayacağımız hallar istisna olmaqla inkari sifətləri Allah Taala özündə inkar etmir. Aydındır. Birinci, bəyan-ı ümumi kəmalihi. Əgər ehtiyac olarsa ki, Allah Taala özünün kamilliyini bəyan etsin, bu zaman Allah Taala, yəni inkari sifətləri burada Allah Taala zikr edir. Deyir ki, Allah Taala məsələn misal üçün leysə kəmislihi şey. Allah Taala burada özünə bənzərləri, oxşarları ümumiyyətlə inkar etdi. Deyir ki, Allah Taala'nın tayı bənzəri yoxdur. Bununla bizə bildirmək istəyir ki, Allah Taala burada müəyyən bir vəsifləri özünə Allah Taala inkar etdi. Səlbi sifətləri inkar etdi ki, özünün taya bərabəri yoxdur. Bu da nə üçün bizə bildirilir? Allah Taala özünün kamilliyinin daha yüksək olduğunu bildirmək üçün bizə Allah Taala bu ayəni işarə edir ki, leysə kəmislihi şey. Allah Taala'nın taya bərabəri, bənzəri yoxdur. Və həmçində və lem yekun kuffan ahad. Bu həmçinin Allah Taala'nın bənzəri yoxdur, tayı yoxdur. Aydın, heç bir kimsə Allah Taala bənzəməz. Və bizim ağlımıza Allah Taala'nın vəsf etdiyimiz ən kamil sifətlər gələrsə, Allah Taala'nın vəsfini dəlalət etdirəcək, Allah Taala ondan daha kamilliyə layiqdir. Aydın, birinci odur ki, Allah Taala nə zaman səlbi sifətləri, inkari sifətləri zikr edir, əgər məqsədi Allah Taala'nın özünün kamilliyini bildirmək olarsa. İkinci isə, nə zaman Allah Taala özündən inkari sifətləri özündən inkar edir, nəfi məddəə fi haqqi kədibin. Yalançıların onun haqqında iddia etdiklərini təklif etmək üçün. Allah Taala yalançıların Allah Taala barəsində iddia etdiklərini təkzib etmək üçün Allah Taala bu sifətləri özünə inkar edir. Məsəl üçün, "Ən da'u lir-Rahmani vələdə və ma yenbəği lir-Rahman an yettəxidə vələdə."
Allah Subhanahu ve Taala'ya yalançılar övladın olduğunu Allah Taala'ya iddia edirlər. Belə bir iddia sürürlər ki, Allah Taala oğlan götürmüşdür, özünü övlad götürmüşdür. Özünü övlad götürmüşdür. Allah Taala bunu o yalançıları təkzib etmək üçün özündəki bu sifət, yəni övlad götürmə sifətini Allah Taala özündən uzaqlaşdırdı, inkar etdi. Buna deyirlər səlbi sifətlər. Deyir ki, onlar nə etmişlər? Ən də'u lir-Rahmani vələdə və mə yenbəği lir-Rahman in yettəqidə vələdə. Mərhəməti Allah özünə övlad götürdü demişdilər. Və heç bir halda Allah Taala'ya özünü övlad götürmək yaraşmaz. Heç bir halda Allah Taala özünü övlad götürmək yaraşmaz. Bu zaman Allah Taala özündən övlad götürmə sifətini, yəni səlbi sifəti inkar etdi. Nəyə görə? Cavab ola özünə qarşı yalan danışanlara inkar etmək üçün Allah Taala buna istifadə etdi. Həmçində dəf'u təvahumun naqsi min kəmalihi fima yeta'allaq bi hadal amr muayyan. Bizə məlum olan, bizə bilinən məsələlərdə Allah Taala'nın kamilliyində naqislik etmək kimsələrdə olan zənnləri aradan qaldırmaq üçün. Məlum məsələlərdə Allah Taala'nın haqqında olan zənnləri dəf etmək üçün. Aydın müəyyən bir kimsədə Allahın haqqı olan məsələlərdə Allah Taala'nın kamilliyinə naqislik gətirəcək vəsiflərlə elə bir insanlar var ki, elə bir zəndədirlər. Allah Taala bəzən bunlardakı olan bu zənnləri dəf etmək üçün özündəki o inkar sifətlərini deyir ki, məndə yoxdur. Misal üçün, bəzən deyirlər ki, Allah Taala dünyanı əbəs yerə yaradıb. Və yaxud da ki, Allah Taala yorğunluq və yuxu və s. bu kimi naqis sifətlər irəli sürürlər. Bunu inkar etmək üçün Allah Taala deyir ki: "Və mə xalaqnas səmaa vəl-arda və mə beynəhumə la'ibin." Biz göyləri və yerləri və onların arasındakiləri boş yerə, oyuncaq yerinə yaratmadıq. Demək, burada demək istəyir ki, Allah Taala deyir ki, Allah Taala'nın yaratması əbəs yerədir. Allah Taala boş yerə, belə bir sifət Allah'tan deyir ki, Allah Taala boş yerə dünyanı və onların göyü və yeri və onların arasında boş yerə yaradıb. Və buna inkar olaraqdan Allah Taala deyir ki, Allah Taala boş işlərlə məşğul deyil. Allah Taala'nın yaratmasındakı məqsəd isə la'ib deyil, yəni boş oyuncaq üçün deyildir. Və həmçinin başqa ayədə deyir ki: "Və laqad xalaqnas səmavati vel-arda və beynəhumə fi sittati ayyam və mə məsnə min luğub." Demək, Allah Taala deyirlər ki, sifət olaraq denir ki, Allah Taala yorğunluq üz verdi. Və ya Allah Taala filan sifətlər Allah Taala vəsf edirlər. Və Allah Taala o özünün haqqında, o kamillik vəsiflərində naqislik gətirən kimsələrin zənni aradan qaldırmaq üçün Allah Taala bu ayənin özünü bildirdi ki, vəsf edən bildirdi ki, biz göyləri və yeri və onların arasındakini 6 gündə yaratdıq və bizə heç bir yorğunçuluq toxunmadı. Aydın, bunda hətta insanlarda olan zənnlər aradan qalxsın ki, Allah Taala yaratsa belə ona heç bir yorğunçuluq toxuna bilməz. Aydındır. Bu qayda bizə onu öyrətdi ki, as-sifat-ı subudi, sifat-ı mədh və kəmal. Allah Taala'nın isbati sifətləri hamısı kamilliyi, tərifi və kamilliyi bildirir. İsbat etdiyimiz Allah Taala barəsində bütün isbati sifətlər hamısı tərifi və kamilliyi bildirir. Onların mənaları nə qədər çox olarsa, növləri o qədər çox olarsa, o vəsfən Allahın daha kamilliyini bildirir. Aydındır. İkinci qayda, el-qaidətul xamisə. Sifat-ı subudi tənqismu ilə qismin, zətiyyətun və fi'liyyə. Burada diqqətli olaq. Subudi sifətlər iki qismə bölündü. Aydındır. Subudi sifətlər, Allahda isbat etdiyimiz sifətlər iki qismə bölünür. Zati sifətlər və feili sifətlər. Zatı və feili sifətlər. Aydındır. Birinci qayda nə dedik ki, Allah Taala'ya isbat etdiyimiz sifətlər, isbati sifətlər hamısı kamilliyi və tərifi və kamilliyi bildirir. İkinci, bu tərifə, bu kamilliyi bildirən sifətlər iki qismə bölünür. Ya Allahın zatında olan sifətlər olmalıdır, ya da Allahın feili sifətlər olmalıdır. Yəni fərqləri nədir? Zati sifətlərlə feili sifətlərin fərqləri nədir? Zətiyyə, sifət-i zətiyyə odur ki, əlləti ləm yəzəl və lə yəzəl muttasifən bihə. Allah Subhanahu Taala həm əzəli, həm də əbədi olaraqdan Allah Taala o sifətləri vəsf olunub. O sifətlər Allah Taala bağlı olan sifətlərdir. Onu insan ağlı ilə dərk eləyir. Feili sifətlər, o Allaha həm əzəli, həm əbədi olaraqdan o daima Allah Taala olub.
olur, olacaqdır. Buna deyirlər Allah Taala'nın zati sifətləri, öz zatına bağlı olan sifətlər. Məsələn, Allah Taala'nın qüdrətli olması, Allah Taala'nın eşidən, görən, izzətli, hikmətli, uca olması, əzəmətli olması və buna başqa sifətlər. Və həmçinin buna daxildir ki, sıfətul xəbəriyyə, xəbəri sifətlər. Məsələn, üz, iki əl və iki göz. Aydındır, bunlar hamısı fe'li sifətlərdir. Və biz də bunu bəzilərini zətiyyə, mənəviyyə adlandırdıq və bəzən sıfətul xəbəriyyə, xəbəri sifətlər adlandırdıq. Aydındır. Ne üçün xəbəri dedik? Çünki biz belə ağılla bilirik ki, Allah Taala özünü bütün sifətlərlə vəsf etdisə, mütləqdir ki, Allah Taala bilən olsun, qüdrətli olsun və eşidən olsun, görən olsun, izzət, hikmət, əzəmət sahibi olsun. Lakin Allah Taala müəyyən bir sifətləri özünə bizə xəbər vasitəsilə bildirmişdir ki, Allah Taala'nın üzü var, Allah Taala'nın iki əli var, Allah Taala'nın iki gözü var və s. və s. Allah Taala'nın ayağı var və s. və s. Allah Taala'nın gəlməsi. Buna deyirlər xəbəri sifətlər. Yəni səhih hədislərlə və yaxud da ki, Allah Taala'nın özünü bizə xəbər etdiyi xəbəri sifətlər deyilir. Bir də zatına aid olan sifətlər. Həmçinin bunlar xəbəri sifətlər Allah Taala'nın zati sifətlərindən, yəni özündən ayrılmayan sifətlərindən sayılır. Lakin bizə gəlib çatma yolu fərqlidir. Ona biz deyirik ki, sifətun xəbəriyyə və ya da sifətun zətiyyə. Aydın zəti sifətlər Allah Taala'nın ayrılmayan sifətlərdir. Allah daima qüdrətlidir. Allah Taala daima hikmət sahibidir, elmlidir və yaxud da ki, Allah Taala'nın üzü, iki əli, iki gözü var. Bu Allah Taala'ya bağlı, daima olmuş, olur və olacaq olan sifətlərindəndir. Amma sifətül fe'li sifətlər gəldikdə isə hiyəlləti tətəalluq bil məşiyyə. İnşəə fəalə və illəm yeşə ləm yefəal. Bu Allah Taala'nın məşiyyətinə, iradəsinə, istəyinə bağlı olan sifətlərdir. İstəsə onu edir, istəsə etmir. Məsələn, sən necə istədikdə danışırsan, sənin danışmağın sənin fe'lindən xəbər verir də, hərəkətin icrasını bildirir. Adın həmçinin Allah Taala'nın fe'li sifətləri Allah Taala istədiyi zaman, istədiyi şəxsə, istədiyi formada, istədiyi halda, istədiyi yerə danışar. Bu Allah Taala'nın iradəsinin, məşiyyətinə aid olan sifətlərdəndir. Allah Taala'nın fe'li sifətlərinə kəl istiva aləl arş və nuzul səmai dünya. Misal üçün Allah Taala'nın ərşə istiva etməsi, ərşə ucalması. Bu Allah Taala'nın fe'li sifətlərindəndir. Aydındır. Və həmçinin Allah Taala'nın göy səmasına nuzul etməsi, göy səmasına gecənin 1/3-də göy səmasına nazil olması. Bu Allah'ın fe'li sifətlərindəndir. Zatı ilə fe'li başa düşdünüz. Zatı özünə aid olan görmək, eşitmək, əl. Bu sifətlər Allah Taala'nın zatına aid olan sifətlərdir. Allah Taala'nın məsələn gəlməsi, Allah Taala'nın ərşə yüksəlməsi, Allah Taala'nın göy səmasına nazil etməsi, nuzul etməsi, bunlar hamısı fe'li sifətlərdir. Və qad takun sifət-i zəti fi'liyyətin bi'tibar. Məsələn, bəzi sifətlər var ki, Allah'ın həm fe'li sifətlər olur, həm də zati sifətlər olur. Məsələn, kəlam kimi, danışmaq kimi. Kəl-kələm. Fəinə bi'tibarı aslihi sifətun zətiyyə. Əsli etibarıyla Allah Taala'nın kəlam sifəti Allah Taala'nın zati sifətlərindəndir. Danışmaq daima Allah Taala o sifətdən vəsf olunub. Ki Allah Taala'nın ayrılma sifətlərindən Allah Taala'nın danışması. Deyən Allah Taala yəzə və yəzə mütəkəllimən. Allah Taala həm əzəldə, həm əbədidə, əzəli əbədi sözün başa düşürsüz də, əzəli daima özü ilə bərabər olan. Əbədi və özündən bərabər olacaq. Aydındır. Allah Taala həm əzəli olaraqdan, həm də əbədi olaraqdan daima Allah Taala mütəkəllimdir, danışandır. Bu Allah Taala'nın zati sifətindəndir. Özündən ayrılmayan bir sifətidir. Və bi'tibar ahadi kəlam sifəti fi'liyyə. Lakin Allah Taala'nın istədiyi kimsələrlə danışması, müəyyən bir insanlarla danışması, bunlar deyək ki, peyğəmbərlərdir. Bu da nə sayılır? Allah Taala'nın fe'li sifətləri. Həm kəlam sifəti özündə həm zatıdır, həm də fe'li sifətlidir. Aydındır. Liyənəl kələmi tə'alləq bi məşiyyə. Çünki Allah Taala'nın dedik ki, fe'li sifəti odur ki, Allah Taala'nın iradəsinə bağlıdır, istədiyi zaman edər və həm kəlam buna daxildir. Allah Taala həm özünü zat olaraqdan, mütəkəllim olaraqdan vəsf olunur və həm də istədiyi kimsələrlə, istədiyi formada, istədiyi şəkildə, istədiyi sözü danışa bilir. Yetəkəlləmə təşəə kəmə qalallahu Teala. Deyir ki, Allah Taala deyir ki, İnnəmə əmruhu izə arada şeyən ən yəquləhu kun fəyəkun. Allah Taala bir şeyin olmasını istəməsi, onu ancaq sözlə, onu ancaq ol deməsi kifayətdir. O olar.
Aydındır. Və kullu sifətin təallaqat bi məşi təala fe inna tabi'atun lil hikmeti. Və Allah Taala'nın iradəsinə, məşiyyətinə bağlı olan sifətlər, feili sifətlər, onların hamısında Allah Taala'nın hikməti vardır. Kullu sifətin təallaq bi məşiyyəti təala fe inna tabi'atun lil hikmə. Allah Taala'nın iradəsinə, məşiyyətinə bağlı olan bütün sifətlər arxasınca hikmət olmalıdır. Və qad takunu al hikmətu ma'lumatun lana və nu'cizu an idrakiha lakinna na'lam ala al-yaqin anna subhanahu la yashay şeyən illə və huwa muvafiqun lil hikmə. Bəzən də ki, Allah o hikməti bəyan edə bilər və bəzən o hikmət bizə gizli qala bilər. Aydın, bəzən o hikmət bizə gizli qala bilər. Onun əsli idrakını, əsli varlığını idrakına vara bilmərik. Aydındır. Və biz də onu bilirik ki, yəqinlə bilirik ki, Allah Teala bu fiili istəməsində əlbəttə ki, bir hikməti vardır. Kəmə yuşiru ilə qavlihi Teala, necə bu ayədə bu vəsfi bizə izah eləyir. Və mən təşəunə illə ən yeşə Allah, innəllah kənə alimən həkimə. Deyərəkdən Allah Teala buyurur ki, Allah Teala istəməsə, sizlər istəyə bilməzsiniz. Mütləqdir ki, bir şeyin bizim istəməsi üçün ona əvvəlcə Allah Teala'nın iradəsi olsun, istəməsi olsun. İnnəllah kənə alimən həkimə. Bilməz ki, Allah Teala elmli və hikmət sahibidir. Aydındır. Bununla bu qaydada sona çatdı. Bir də qaydaya qayıtaq. Allah Teala'nın birinci qaydaya qayıtaq. Allah Teala'nın isbati sifət, sübuti sifətlər hamısı tərifi və kamilliyi bildirir və bunların çox-çox olması Allah Teala'nın daha geniş, daha kamilliyi bildirir və həmçinin Allah Teala'nın sübuti sifət iki qismə bölünür. Feili sifətlər, zati sifətlər və feili sifətlər. Zati sifətlər Allah Teala'dan ayrılmayan sifətlər sayılır və bunlar da iki qismə bölünür. Sifətün mə'nəviyyə, məsəl üçün əl-qudra, əl-ilm və s. və həmçinin əl-xəbəriyyə deyildikdə də Allah Teala'nın əli, ayağı və s. Allah Teala'nın gəlməyi, bu kimi sifətlər Allah Teala'nın sifətlər sayılır. Və həmçinin feili sifətlər dedik. Feili sifətlərdə Allah Teala'nın burada mütləq iradəsi olmalıdır. Mütləq iradəsi olmalıdır. Və həmçinin bəzi sifətlər var ki, həm orada feili sifətdir, həm də zati sifətdir. Məsələn, kəlamda buna misal çəkdik. Çünki Allah Teala həm əzəl olaraqdan mütəkəllimdir və həm də Allah Teala istədiyi kimsələrlə, o fərdlərlə istədiyi vaxt danışır. Allah Teala bizlərə eşitdiyi faydalardan etsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi və səlləm.